tarixlər boyu o adamlar ki Allah'la düşmanlıq eləyiblər və Allah'ın peyğəmbəri ilə də düşmanlıq eləyiblər, ulaikə fil əzəllin, ən zəlil insanlar olardılar. Ən zəlil insanlar o adamlardılar ki Allah qoyan qanunlarla oynayırlar. Bir gün belə eləyərlər, bir gün belə eləyərlər. Harası sərf eləyir, onu qabağa qoyurlar. Harası sərf eləmir, onun üstün çəkirlər, bastırırlar. Deyir, bu insanlar ki Allah'ın qanunları ilə, sünnəti ilə, peyğəmbəri ilə oyun oynayırlar. Deyir, tarixin ən zəlil insanları olardı. Bunu kim deyir? Bunu o Allah ki hamıdan əzizdir və peyğəmbərin əziz eləyib və izzət hamıya ondan çatır. O deyir. Deyir, sənin o hərəkətin özü zəlil eləyir sənin. Kətəbəllah 21. Kətəbəllah ləəğlibənnə ənə və rəsuli. Allah deyir ki, mən sünnəti ilahi belədir ki, Allah və onun peyğəmbəri ləəğlibənnə qələbə çalalar. Əgər Allah'ın iradəsi budur, əgər Allah'ın sünnəti budur ki, Allah və peyğəmbər qələbə çala, deyir, onda sənin çalışmağın nə faydası var? İnnəlləhə qəviyyun əziz. Allah əzizdir. İzzət hamıya ondan çatır. Zalimlər başa düşəcəklər ki, səhv eləyiblər. Başa düşəcəklər ki, günəşi istəyiblər ağızları ilə söndürsünlər. Elə ki, qiyamət oldu. Qiyamətdə bütün pərdələr çəkiləcək. Ondan deyəcəklər ki, vay olsun bizə. Niyə bilmədik? Rəbbirci'uni ləalli ə'məlu salihən. İlahi, qaytar məni. İndi başa düşdüm. Gedim sənə yaxşı namaz qılım, oruç tutum, ibadət eləyim. Gec olub. Gec başa düşdüm. Çox çalışdım səni başa salam. Peyğəmbər göndərdim, Quran göndərdim, hadisələr baş verdi, onlar səni oyada bilərdi qəflət yuxusundan, sən durmadın. Hər kəs də deyirdi sənə, sən ona vedrə ilişdirirdin. Hər kəs də danışırdı, sən onu məsxərə eləyirdin. Deyirdilər, öləcəksən, öləndən sonra diriləcəksən, diriləndən sonra məhkəmə çəkiləcək, məhkəmədən sonra cənnət, cəhənnəm olacaq. Deyim, mollalar özünə çörək yolu düzəldi bunu. Amma elə ki dünyadan bu göz yumuldu, o birisi dünyada göz açıldı, başa düşəcək ki, yox, mən səhv eləmişəm. İlahi, qaytar məni, amma day gec olub. Mümkündür. Orada başa düşəcək ki, mən dünyada günəşi istəyirdim, ağzımı